Bugün biz major və minor tonallıqları barədə danışacağıq və onların qohumluq əlaqələri haqqında müəyyən araşdırmalar aparacağıq. Əvvəlcə asan yolla, sonra isə qanuni, yəni kitabda necə yazılır, qanuni yolla onları öyrənməyə çalışacağıq. Qohum tonallar nədir? İstənilən bir major və minor tonalının 6 qohum tonallığı vardır. Qohum tonallıq deyəndə nəyi nəzərdə tuturuq? Yəni bu hər iki tonallıqlarının bir-biri ilə müştərək və ortaq səsləri olmalıdır. Ən azı 6 ortaq səsi olmalıdır ki, bunları biz bir-birinə qohum olaraq adlandıra bilək. Keçək sadə yola. Deməli biz burada nəzərə almalıyıq ki, verilən hər hansısa bir major qammasının qohum tonalı dedikdə ona ən yaxın olan major və minor tonalları götürülməlidir. Yalnız major və minor tonalı. Başqa cür tonal mümkün deyil. Nə artırılmış, nə əskidilmiş olmaz qəti surətdə. Yalnız və yalnız major və minor tonalları olmalıdır. Nümunə üçün do major qammasını götürək və do major qammasını həm natural, həm də harmonik halda ifa edək əvvəlcə. Bildiyimiz kimi natural halda heç bir dəyişiklik olmur. Gedərkən və qayıdarkən sadəcə qammanın özünə məxsus pillələri istifadə olunur. Və harmonik halı istifadə edək. Bildiyimiz kimi harmonik halda 6-cı pillə yarım ton bəmləşir və la bemol olaraq burada mən istifadə elədim. İndi do major qammasının bütün pillələrindən 3 səsli quraq və yalnız natural və harmonik halda yalnız və yalnız major və minor 3 səslilərini nəzərə alacaq. Yəni nə artırılmış, nə əskildilmişdən istifadə etmək olmaz. Do major qammasının qohum tonalları ondan sonra gələn, deməli, hər bir pilləsində qurduğumuz yalnız və yalnız major və minor 3 səsliləri olacaq. Yəni 3 səslərdən ibarət olan tonallar olacaq. Re minor, yəni do major qammasının pillələrindən qurdum. Heç bir işarə əlavə etmirəm. Yalnız və yalnız harmonik hal işarəsinə istifadə edəcəm. Burada harmonik hal işarəsini istifadə edə bilmirəm. Ona görə ki, burada əskildilmiş 3 səsli alınacaq. Deməli, birinci qohumu re minor, ikinci qohumu mi minor, üçüncü qohumu fa major, bildiyimiz kimi fa major və harmonik hal işarəsindən də istifadə elədim. Fa minor əlavə elədim. Sol major, la minor. Si səsindən mümkün deyil, çünki əskildilmiş 3 səsli alınır. Bayaq qeyd etdiyim kimi yalnız və yalnız major və minor boyalı tonallar olmalıdır. Bir daha qeyd edək. Do major tonalının ən yaxın qohumları re minor, mi minor, fa major, harmonik hala görə fa minor, sol major və la minor. Bu asan variantdır. Əzbərləmək üçün asan variant. Amma qanuni yolla biz əzbərləyərək, yəni qanuni yolu soruşsalar, biz əlbəttə ki, kitabda necə yazılır, necə tətbiq olunur, o şəkildə cavab verməliyik. Bu sadəcə bizim əzbərləmək üçün, zaman qazanmaq üçün seçdiyimiz sadə variantlardır. Bir daha qeyd edirəm. Sual veriləndə ki, hər hansısa bir major qammasının qohum tonallıqları necə tapılır? Birinci qeyd edirik. Tutaq ki, do major qammasıdır. Verilən qammanın paralel minoru, yəni la minor. Sonra həmin qammanın subdominantası fa major və həmin subdominantanın paralel minoru re minor. Verilən qammanın dominantası, yəni sol major və onun paralel minoru mi minor. Eyni zamanda subdominantasının paralel minoru. Yəni bayaq pillə-pillə qeyd etdiyimiz bütün pillələr indi qanuni yolla, yəni tonika, subdominanta, dominanta və onların paralel minorlar, yəni o şəkildə deməli tapılaraq cavablandırılmalıdır. Yenə də bir daha qeyd edirəm. Birinci istifadə etdiyimiz metod əzbərləmək üçün daha asan üsuldur. Amma ikinci göstərdiyimiz metod isə qanuni yoldur. Yəni sizə sual veriləndə ki, qohum tonalların tapılma qaydası necədir? Mütləq şəkildə qeyd eləməlisiniz ki, verilən qamma onun paralel minoru, subdominantası onun paralel minoru, dominantası onun paralel minoru və eyni zamanda subdominantasının eyni adlı minoru olaraq tətbiq olunacaq.
Bu qaydadan istifadə edərək eyni şəkildə minor qammasını da tətbiq edə bilərik. Yenə həmin qaydada minor qammasını natural və harmonik şəkildə çalırıq. Mən la minordan istifadə elədim və la minorun harmonik halından da istifadə edək. Yəni 7-ci pillə zilləşir, sol diyez işarəsindən istifadə elədim. Bir daha qeyd edirəm, la minor qammasında da, yəni la minor tonallığında da eyni ilə bütün pillələrdən 3 səsli quracam. Yalnız və yalnız major və minor boyalı olmalıdır. Bir daha qeyd edirəm, yalnız və yalnız major və minor əskildilmiş, artırılmış olmaz. La minorun özü si səsindən qura bilmirəm, çünki əskildilmiş 3 səsli alınır, olmaz. Do major, re minor, mi minor, eyni zamanda harmonik hal işarəsindən istifadə edirəm. Mi major, fa major, sol major. Majorda özünün paralel minoru, subdominantası paralel minoru, dominantası paralel minoru və subdominantasının eyni anda götürürük eyni adlı paralel minorunu. Minorda da biraz bənzərlik var, amma subdominanta dominantaya diqqət eləmək lazımdır. Verilən hər hansısa bir minor qammasının qohum tonalı onun paralel majoru, subdominantası onun paralel majoru, dominantası onun paralel majoru və dominantasının eyni adlı majoru. Qohum tonallıqlardan danışdıq, amma ən azından hər hansısa bir melodiyada onu tətbiq edərək daha yaxşı qavramaq mümkündür, mən düşünürəm. Qohum qammalardan modulyasiyalarda daha çox istifadə olunur. Yəni biz hər hansısa bir melodiyanı ifa edərkən onu hər hansısa bir tonala, istədiyimiz bir tonala modulyasiya edə bilmərik. Təbii ki, qanun çərçivəsində biz bundan istifadə etməliyik. Kiçik bir musiqi parçası göstərəcəm sizə. Üzeyir Hacıbəylinin kiçik bir musiqi parçası göstərəcəm sizə. Üzeyir Hacıbəylinin Arşın Mallan deməli operettasından Vəli və Tellinin duetindən ifa edim və orada modulyasiyada hansı qohum tonallıqlara keçid olunduğunu göstərim. Burada nəyə qeyd edək? Əvvəlcə ladları göstərək. Deməli, fa major, yəni burada rastladı kimi götürülür. Əvvəlcə fa majorda götürülür, yəni melodiya. Fa major rastladı, sonra keçid edir şur ladına, sonra keçid edir seygaha, yenidən şura. Kiçik bir melodiyanın içərisində görürsünüz, dahi bəstəkar neçə dənə lada toxunub. Eyni zamanda qamma kimi də götürsək, fa major, sonra keçid edir re minora. Yəni baxın, qohum tonallarına necə əlaqəlidir. Verilən major və onun minoru. Sonra keçid edir do majora. Baxın, fa majorun dominantasıdır burada, do major. Keçid elədi do majora və yenidən re minora keçid elədi. Yəni burada qohum tonallardan çox peşəkar şəkildə istifadə olunur. Eyni zamanda, yəni major kimi də qeyd elədim, lad kimi də qeyd edeyim sizə. Əvvəlcə rastladı, sonra şurladı, sonra seyga, sonra yenidən şura keçid elədi. Yəni düşünürəm ki, qohum tonallar haqqında bugün yetərincə məlumat verdim. Ümid edirəm ki, izahım yetərincə aydın oldu.